Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Yevlaxda faciəli hadisə baş verib. Hadisə rayonun Xaldan kəndində qeydə alınıb. Kənd sakini 1935-ci il təvəllüdlü Əhmədova Zümrüd Sabit qızı yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq üçün ocaq yandıran zaman üzərində olan geyiminə od düşüb. Nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. O aldığı xəsarətdən həyatını itirib. Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır. Gəncədə 17 yaşlı yeniyetmənin yaşadığı evdən meyit tapılıb. Xəbər verilir ki, 2009-cu il təvəllüdlü şəxsin meyitinin yaxınları aşkar edib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.